Sələflər dövlətin əleyhinə işləyirlər, sələflər xaindirlər. Sələflərə böhtan atmaqla deyil gecə gündüz. Necə ola bilər? Məsələn, mən sənə sual verirəm. Mən ölkənin içində, əlhamdülillah, dövləti, başçını, bütün əmr sahiblərini müdafiə edirəm və bunu da alənən, açıq aydın eləyirəm. Lakin sən dövləti tərk eləyib, dövlətə qarşı çıxırsan. Gecə gündüz mübarizə aparırsan. Yəni mənəm qarşı çıxan yoxsa sən? Ağıllı olan insanlara buradan sual verirəm. Ağıllı insanlar. Vallahi belə adamlara inanmayın. Yaşadığın əmin-amanlığın içində. Hansı ki ruzun var. Havan təmiz, suyun təmiz, ailən, uşağın, atan, anan yanında. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, kim ki ailəsi, uşağın yanında olduğu halda, bir günlük yeməyi yanında olduğu halda səhərə çıxarsa, sanki ona dünya verilib. Sən istəyərsən, göydən başa bomba yaxsın, amma böyük nemətlər içində olasan. Vallahi istəməzsən. Odur ki, əlhamdülillah, nemət içindəsən, bunun qədrini bil. Bu bəzi xain insanlara qulaq asmaq, onların necə deyərlər sözlərinə qulaq asıb, öz ölkəsinin içində çaşqınlıq salmaq istəyənlərə fikir vermək lazım deyil. Əmin-amanlıqda yaşayırıq. Allah təala qorusun ölkəmizi, Allah təala qorusun başçımızı, Allah təala rəhbərimizi qorusun. Bir də belə məlumatımız olsun, xəbərimiz olsun deyək ki, biz bunu ibadət edirik. İbadət. Etiqad bilsən nədir? Etiqad qəlbdə olur. Əqidə. Əqidəsiz adamlar belə şeylər başa düşmür. Allah təala deyir ki, ya eyyuhellezine amenu, ey iman gətirənlər, atiullaha və atiur rasul və ulul əmri minkum. Ey iman gətirənlər, Allaha, Rasula və özünüzdən olan əmr sahiblərinə itaat edin. Peyğəmbər sallallahu əleyhi və səlləm hədisdə dedi ki, la tasubbu umaraakum. Başçılarınızı söyməyin. Əlhamdülillah, mən fəxr edirəm. Başçını müdafiə edirəm. Onun üçün xeyir dua edirəm. Onun ətrafındayam. Vallahi gizlində də, aşkarda da. Sizin kimlər də bunu bildiyinə görə bizlərə ləkə atırsınız ki, güya biz nəsə qarşı çıxırıq. Yox, sən içində bilirsən ki, sələflər gizlində də, aşkarda da xeyir dua edirlər. Və sələflərin artması, çoxalması, əmin-amanlığı müdafiə edən insanların çoxalması sizin kimi insanları narahat edir. Mən xeyir dua edirəm, sən söyürsən, sən təhqir edirsən. Mənəm xain yoxsa sən? Allah Teala'nın kitabını oxuyun. Mələkum keyfə təhkumun. Allah deyir ki, nə olur ki, belə hökm verirsiniz? Düzdür, sizin dilləriniz bizi həvəsdən salmır, əksinə bizi həvəsləndirir. Sən nə qədər böhtan atacaqsan, biz daha da üstünə gedəcəyik. Çünki biz ibadət edirik. Allah və Rasulun dediyini biz etiqad edib yaşayırıq. Bəzi adamlar var, məsələn, çıxıb özündən din çıxardı. O öləndə din də öləcək ona. Amma Allahın haqqı eləcək qiyamətə qədər. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "La tazalu ta'ifatun min ummati mansurin alal haqqi, la yadurruhum man khalafahum və la man khazalahum." Ümmətimdən haqq üzərində kömək olunan bir dənə tayfa olacaq. İçlərindən olan, onları köməksiz qoyan və qıraqdan olub onlara müxalif olanlar onlara heç bir zərər verə bilməyəcək. Olmayacaq. Heç vaxt gözdən sala bilməyəcəksin. Çünki Allah da uzaldan. Allah da izzətləndirən. Allah subhanahu wa ta'ala sələfin dəvətinə bərəkət verib. Sələfin dəvətini insanlara qəbul elətdirib. Sən bunu görürsən, bu səni narahat edir. Sələfdə əqidədir. Səndə sözdür. Sələflər əqidəni yaşayırlar. Və kiməsə görə yox. Kimsə yaxşı desin yox. Yaxşı deyənlər əslində azdır. Sənə kimi pis deyənlər çoxdur. Amma fikir versən, həvəsdən salmır. Əslində möhkəm dayanmış. Allah həmd olsun. Allahdan istəyir ki, Allah Teala hamımızı sabit eləsin.